Bu mərhələlərə baxın, mən danışa-danışa Allah eşq uzartsın. Görün Allah sənin üçün, mənim üçün nələr edir. Adam xəcalət çəkir, günah eləməmək üçün cəhənnəmə ehtiyacı yoxdur. Adam biraz başa düşsə, həya edib xəcalətindən günah eləməz. Baxın, birinci mərhələ, tövbə elədin, bağışladın. Bəzi vaxtlar ikinci mərhələ, mömin imanı var, günah eləyir, amma qafildir, unudub günahını. Bəzi günahlarımız yadımızdan çıxıb, biz tövbə eləməmişik. Allah dinləyinin bunu, qalsın belə, qalsa bədbəxt olacaq. İnnəl həsənat yuzhibnəs seyyiat. Bilirlər ki, yaxşı əməlləri var, o yaxşı əməllərin ehtiramını onun heç günahından tövbə eləməmiş günahı silir. Yadından çıxıb baxı, onu da silir. İkinci mərhələ keçdikcə imanı var, tövbə də eləməyib, qəflətdədir. Amma o günahı silməyə layiq olan bir əməli yoxdur. Belə xüsusi bir əməli. Eybi yox deyir, namazları ki var, onun namazlar ki qılır, Quranda bir ayə var, namaz gəlir, başlayır ola silməyə. Heç özümüzün xəbəri yoxdur. Hərdən bizi Allah elə bağışlayır ki, heç xəbərimiz də olmadı. Nə günah elədik, nə bağışlandıq. Gedirik, yaşayırıq da özümüz üçün. Allah da belədir. Bəzi günahlarımızı, inanın mənim sözümə, eləmişik, unutmuşuq. Heç bilmirik, Allah silib də, yadımızdan da çıxıb. Elə belə də geyəcəyik cənnətə bəzi vaxtlar. Nəsib olsun sizə, siz də mənə şəfayət ediyorsunuz, əlimdən tutub aparasınız cənnətə. Dördüncü məsələ, elə bir günah edib ki, bəlalar gəlir o günahı silir, aparır. Bəzi bəlalar ona görədir. Gəlir, silir, aparır. Deyir, həyağıma bir daş deyildi, onu da elə belə bilmə. Hərdən belə sıxılıb, ah çəkirsən, hədisdə var, o elə belə bilmə, günahın kəfarəsidir. Bu dörddir. Beş nədir? Əgər deyir, o kifayət eləməsə bəla, mələklər işə qarışır. Mələklər girir söhbətə yaxşı mənada. Yəstəğfirunə lilləzinə amən. Quranda ayədə, əllərin qaldırır, ya Rəbbəl aləmin, o filan kəs bəla da onu bağışlatmayıb, o bəzi günahlar qalır. Sən bunu bağışla gilə. Sən bunu əff elə, ya Rəbbəl aləmin. Bu da keçdi, yenə də həll olmadı, qaldı ölüm vaxtına məsələmiz. Kaş qalmasın o vaxtlara, ya Rəbbəl aləmin. Kaş və kaş və kaş. Can üstünə qalmasın işlərimiz. Rahat can verək. Can üstündə Allah istəyir məsələni həll eləsin, qiyamətə qalmasın. Deyir, o da həll olmadı, keçdi 7-ci mərhələyə. Qəbirdə Allah istəyir məsələni həll eləsin. Qəbirin əzabı gəlir. Çətin əzabları var. Orada da həll olmadı, dərd budur. Qaldı qiyamətə. Qiyamətin müəyyən çətinlikləri var. Bilirsiniz də, qiyamətin elə çətinlikləri var ki, elə cəhənnəm qalsın, qiyamətdən danışıram sizə. Elə çətinlikləri var ki, Allah hesab kitab eləyir. Hədisdə oxumuşdum. Bəziləri deyir, ya Rəbbəl aləmin, hasib nəvələv elənlər. Bu hesab kitabı bitir, at bizi cəhənnəmə, canımız qutarsın. Asan gəlməsin. Heç asan gəlməsin.